Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, bu günləri Allahın izni ilə, gücü və qüvvəti ilə olduqca mühüm olan bir məsələ haqqında danışmaq istəyirəm. Bütün zamanlarda olduğu kimi bizim zamanımızda da insanlar arasında sürətlə yayılmış bir xəstəlik haqqında danışmaq istəyirəm. Bəli, doğru eşitdiniz, xəstəlik. Lakin bu xəstəlik hamımızın bildiyimiz xəstəliklərdən deyil. Xərçəng xəstəliyi kimi, şəkər xəstəliyi kimi və digər xəstəliklərdən deyil. Bu xəstəlik mənəvi xəstəlikdir. Həmin bu xəstəlik odur ki, gizlidə və aşkarda Allahı görməməzliyə vurmaq. Subhanahu və Teala. Buna ərəb dilində muraqaba deyirlər. Ünvanımız, dərsimizin ünvanı muraqabatullah. Gizlidə və aşkarda Allah səni görür. Və yaxud gizlidə və aşkarda Allahın səni görməsi. Nə deməkdir Allah səni görür gizlidə və aşkarda? Gizlidə və aşkarda Allahın səni görməsini nə cür fəhm etməliyik? Nə cür bu məsələni gücləndirməliyik ki, bilək ki, Allah subhanahu wa ta'ala hər zaman bizi görür. Xüsusən də əziz qardaşlarım, biz elə bir ayın içərisindəyik ki, hamınızın bildiyiniz Şaban ayı, yəni Ramazandan öncəki bir ay, Şaban ayı. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, bu ayda, yəni Şaban ayında əməllər Allahın dərgahına qalxızılır. Subhanallah. Usame radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmə soruşur ki, ey Allahın Resulü, səni bu ayda başqa aylardan çox oruç tutan görürəm. Bunun səbəbi nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu ay haqqında əksər insanlar qəflətdədir. Və bu ayda insanların əməlləri Allaha qalxızılır. Subhanahu Teala. İstəyirəm ki, əməllərim qalxızılarkən mən də oruclu olum. Və Allah Subhanahu Teala mələklər var. Bildiyiniz kimi, müxtəlif mələklərin müxtəlif cür vəzifələri var. Və həmin o mələklər ki, onlar da insanların əməllərini yazırlar. Bir illik əməllər, düşünün ki, keçən ildən bu ilə kimi əməllər hamısı yazılıb, subhanallah. Bu ayın hər hansı bir günündəsə əməllər Allaha qalxızılacaq. Ona görə bu fürsətdən istifadə edib, istədim ki, bu mövzunu Allahın izni ilə bu ayda danışmaq daha münasib olar. Ki, biz Ramazan ayına daxil olarkən bu əməllərdən uzaq duraq və bu əməlləri tərk edək. Hansı ki, eşitdiniz, muraqabatullah, gizlidə və aşkarda Allahın səni görməsi. İslam alimlərindən olan İbn-i Qayyim rahiməhullah muraqabaya yaxşı bir tərif verib, öz kitabında, hansı ki, kitabın ünvanı Əl-Cəvabul Kafi Limən səələ anid-dəvai şəfi kitabında buyurur ki, rahiməhullah, muraqabanın tərifi. Davamiyyətli olaraq bilməyin ki, hər zaman Allah səni görür. Və bunda yəqin olman ki, Allah sənin daxilini və zahirini, gizlinini və aşkarını görür. Subhanahu Teala. Allah sənin daxilini və aşkarını, daxilini və zahirini, gizlinini və aşkarını bilir. Subhanahu Teala. Fikir verirsiniz, necə gözəl bir ünvan seçib buna. Allah rəhmət eləsin. Həmin bu tərifə münasib olar ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin iki hədisini xatırlayaq, iki hədisini zikr edək. Hansı ki, hədislərdən birincisini Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Hansı ki, Cəbrail aleyhissalam Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yanına gəlir. Buyurur ki, Əxbirni anil İslami, Əxbirni anil imani, Əxbirni anil ihsani.
mənə İslam haqqında, iman haqqında, ehsan haqqında xəbər ver. Allah Resulü sallallahu aleyhi və səlləm İslam və onun şərtləri haqqında, iman və onun şərtləri haqqında xəbər verdikdən sonra mövzumuza münasib olan yeri buyurur ki, ehsan haqqında Əl-ihsanu ən ta'budallaha kəənnəkə tarahu fə illəm təkun tarahu fə innəhu yarak. İhsanın tərifi budur ki, Allaha elə ibadət et ki, onu görürmüşdən kimi. Bunu bacarmasan, bil ki, Allah səni görür. Bildiyiniz kimi, Əhlüsünnə vəl cəmaətin əqidəsinə görə bu dünyada insanlar heç kim Allahı görməyib və görməyəcək də. Qiyamət günü möminlər, Allah bizləri onlardan etsin, əmin, möminlər öz Rəblərini görəcəklər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ən tə'budallaha, Allaha elə ibadət et ki, sanki onu görürmüşsən kimi. Fə illəm təkun tarahu fə innəhu yarak. Bunu bacarmasan, bil ki, Allah səni görür, subhanahu teala. İkinci hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem Muad bin Cəbələ buyurur ki, İttəqilləhə heythu mə kunt. Harda olursansa ol, Allahdan qorx. Harda olursansa ol, Allahdan qorx. Yəni, əziz qardaşlarım, bizlərdən birimiz işdə olanda, evdə olanda, yolda olanda, səfərdə olanda, maşında olanda, metroda olanda, harda oluruqsa olaq, Allah bizi görür, subhanahu teala. Bunun üzərində çalışmaq lazımdır. Düzdür, bu bir gün, bir gecəyə alınan şey deyil. Heç kim elə düşünməsin ki, bu rahatçılıqla, asanlıqla alınacaq. İnsan bir günə, 2 günə bunu düzəldəcək. Xeyr, ola bilsin ki, bu səndən aylar tələb etsin. Ola bilsin ki, illər tələb etsin. Lakin, bil ki, yəqin ol ki, Allahın vədi var, subhanahu teala. Necə ki, Allah subhanahu teala kitabında buyurur ki, وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَ لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim bizim yolumuzda çalışarsa, biz onu doğruya yönəldərik, subhanahu teala. Cəhd edərsə, özünün üzərində çalışarsa, səy göstərərsə, Allahın vədi var ki, Allah onu yönəldəcək, subhanahu teala. Bura kimi muraqaba və onun tərifini öyrəndik. Bura kimi öyrəndik ki, muraqaba nədir və onun tərifi nədir? Allah qorusun, elm əhli muraqabanın olmamasını xəstəliyə bənzədirlər. Hansı ki, dərsin önündə dedik. Bu xəstəliyin də, Allah qorusun, bu bir xəstəlikdir. İnsan Allahı görməzə vurursa, bu bir xəstəlikdir. Bu xəstəliyin 2 səbəbi var. Niyə görə insan bu xəstəliyə tutulur? 2 səbəblə. Səbəblərdən birincisi odur ki, diqqətli olun, bu məsələləri yaxşı-yaxşı öyrənmək lazımdır. Yaxşı-yaxşı fəhm eləməyə çalışmaq lazımdır. Birinci səbəb odur ki, insanlar əməl edəndə, bu əməllərində Allahın razılığını güdmürlər. Əməllərini Allaha görə etmirlər. İstərsə bu əməllər elm tələb etmək olsun, istərsə Quran əzbərləmək olsun, istərsə sədəqə vermək olsun, istərsə hər hansı bir əməl etdikdə, burada Allahın razılığını görmürlər, güdmürlər. Fikirləşirlər ki, filan kəs görsün, filan kəs məni mədih etsin, tərif etsin. Subhanallah, bu xəstəlikdir. Fikir verin, burada insan Allahı görməməzliyə vurur. Ki, əslində, əksi olaraq əslində necə olmalıdır amma? Əslində belə olmalıdır ki, mən Allah üçün edim. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sağ əlini verdiyini sol əlin bilməsin. Hətta bu cür nə? Subhanallah, insan əlini cibinə salır, cibində deyək ki, bir neçə manat var, çıxarır, o pullardan bir məbləğ verir. Hətta sol əli məsələni yaxınlaşdırmaq üçün deyib, sallallahu aleyhi ve sellem. Bu cür nə şəkildə məsələ ciddidir. Fikir verirsiniz, əsli budur. Amma Allah qorusun, biraz öncə dediyim kimi, bunları Allah üçün etməyəndə, mədih üçün edəndə, artıq bu insanın qəlbində xəstəlik yaranır. Artıq nədir? İnsanın qəlbində xəstəlik yaranır. İkinci səbəbi nədir? Xəstəliyin ikinci səbəbi, insan gizlində olanda gizliliğini müalicə etməməsi. İnsan o qədər örgəşir ki, subhanallah, bunun cəzaları haqqında gələcək biraz bundan sonra. İnsan o qədər örgəşir ki, təklikdə olanda günah etməyə. Günah edir. Artıq bu onun üçün nədir? Asanlaşır. Allah qorusun, vərdiş halına çevrilir və bundan sonra nədir? Xəstəliyə çevrilir. Bundan sonra xəstəliyə çevirir. Allah bizləri qorusun. Subhanahu teala. Bura kimi muraqabanın olmamağının və xəstəliyin olduğunu bildikdən sonra muraqaban yoxdur. Allahı görməməzliyə vurmaq var. Və bir də ki, nədir? Xəstəliyi artıq hasil olub, Allah qorusun. Qəlb xəstələnib.
Heç şübhəsiz ki, bu xəstəliklərin ilacı var. Allahın izni ilə. Ləbuddur ki, orada ilaclar olsun, müalicələr olsun ki, bu xəstəliyi necə aradan qalxacaq. Necə bunu müalicə edək? Hər hansı birimizin bir yerimiz xəstələnəndə həkimə gedir, elə deyilmi? Deyir ki, həkim, filan şey, məndə filan yerim ağrıyır, filan xəstəliklərim var. Həkim də nə edir? İlac yazır. Müalicələr yazır ki, bax, bunu istifadə elə, bunu istifadə elə. Bu xəstəlik üçün, hansı ki, bu muraqaba xəstəliyi üçün bir neçə məsələni inşallah öyrənəcəyik. Bir neçə ilacı öyrənəcəyik. Diqqətli olun, barakallahu fikum. Dedik ki, o xəstəlik haçan baş verir? İnsanın əməlləri Allah üçün etməməsi və bir də nədir? Gizlidə olanda insan Allahı unutmasın. Birinci ilacı, bunları sayaq bir-bir. İnsanın niyyətini müalicə etməsi. Bu bilirsiniz hara qayıdır? Bu birinci ilac insanın niyyətini müalicə etməsi bayaq dediyim o xəstəliyə qayıdır. İnsan əməlləri edəndə Allah üçün etmirdi, elə deyilmi? Allah üçün etmirdi. İndi biz çalışmalıyıq ki, nəylərsə edək, nə cür çalışaq ki, əməllərimiz Allah üçün olsun. Ən birincisi, niyyətlərimizi müalicə etməliyik. Ki, yəni əməllərin, Allahın əməllərində Allahın razılığını güdmək. Vallahi, billahi, tallahi. Bütün dünya səni tərif etsin. Bütün dünya desinlər ki, səndən yaxşı insan yoxdur. Nə gözəl sədəqə verirsən, nə gözəl gecə namazı qılırsan, nə gözəl elm öyrənirsən, nə gözəl Quran oxuyursan. Vallahi, bunlar Allah qatında səni, Allahın qatında qutarmayacaq. Yəni, bütün dünya desinlər, tərif etsinlər sənə. Amma sən Allahın qatında doğrudan da belə deyirsənsə, subhanallah. Tabeinlərdən rahiməhullah biri gecə namazına qalxır, Allaha bu cürə dua edir. Adı Amr olur, radiyallahu anh, rahiməhullah. Deyir ki, ey Rəbbim, mən Amrı, sən daha yaxşı tanıyırsan. Mən Amr, insanların mən tanıdığı Amr deyiləm. Subhanallah. Bu bilirsiniz nə deməkdir? Yəni, ey Rəbbim, sən məni daha yaxşı tanıyırsan. Sən mən bilirsən ki, mən kiməm. Vallahi, baxın, subhanallah, rahiməhullah, nə cürə Allaha bu əməllə yönəlir, subhanahu teala. O deyir ki, ey Rəbbim, sən məni bilirsən, mən kiməm. İnsanlar məni tərifləməklə deyil. Görünür ki, onu da tərif edirdilər. Dostları, qardaşları, qohum əqrabaları. Allaha subhanahu teala deyir ki, Allahım, gecə namazında, sən məni tanıyırsan ki, mən kiməm. Ona görə, bütün dünya səni tərif etsə, hər hansı əməlinə görə, bil ki, Allahın qatında belə deyilsənsə, yəni, bu əməli Allah üçün etməmisənsə, Allah qatında sənin heç bir savabın olmayacaq, Allah qorusun. Ən birinci müalicəsi nə idi? Niyyəti müalicə etmək. İnsan niyyətini müalicə etdikcə, həmin o muraqaba hasıl olacaq. İnsan çalışır ki, bax, verirəm bunu Allah üçün. Əməli edirəm Allah üçün. Elmi öyrənirəm Allah üçün. Yavaş-yavaş nədir? Bu xəstəlikləri dəf edirik. Belə deyək də, insanın bir xəstəliyi var və yaxud dediyim kimi, həkimə gedir, deyək ki, bunu 10 günlük istifadə elə bu dərmanları. 1 gün, 2 gün, 3 gün, yavaş-yavaş görürsünüz ki, nədir? Dəyişikliklər baş verir. Axırda görürsən ki, Allahın izni ilə sağaldın. Bax, bu da bu cür nədir? Həmin o gizlidə olanda, həmin o, üzr istəyirəm, insanlar üçün edirsənsə bu əməlləri, Allahın razılığını güdmürsənsə, bununla neynə? Müalicə et. İkinci müalicəsi, Allah qorusun. Bil ki, Allahı görməzə vursan, bunun cəzasını çəkəcəksən. Bil ki, Allahı görməzə vursan, bunun cəzasını çəkəcəksən. İstərsə təklikdə olanda, istərsə cəmaat içərisində olanda. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisi rivayət edir, danışır sahabələrinə. Buyurur ki, necə ki, Suhban radiyallahu anh bu hədisi rivayət edir. Vallahi, billahi, tallahi, bu hədisi insan oxuyanda, eşidəndə, həmin o insanın qəlbində nəsə sıxıntı baş vermirsə, Allah qorusun. Qəlb qorxmursa, o qəlb xəstə qaldı, Allah qorusun. Suhban deyir ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qiyamət günü qovumlər gətiriləcək. Aqvam, subhanallah, bu ümmətdən qovumlər və digər ümmətlərdən. Deyir ki, həmin o qovumlərin, həmin o qovumlər sizin kimi olacaq. Sizin kimi namaz qılacaq, sizlərdən olacaq. Sizin kimi oruç tutacaq. Başqa bir ləfizdə keçir ki, sizin gətirdiyinizdən artığını gətirəcək. Yəni,
Ravi deyir ki, gecə namazları da qılacaq. Gecə namazları da olacaq. Deyir ki, həmin o qovmun əməlləri yun kimi ələnəcək göydə, Allah qorusun. Həbəən mənsura. Həbəən mənsura, subhanallah, toz kimi. Sahabələr radiyallahu anhum soruşurlar ki, ya Rasulullah, sıf lənə, bizə vəsf elə həmin o insanların halını. Kimlərdir onlar, subhanallah? Baxın ki, nə cünə qorxurlar, radiyallahu anhum. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, həmin qövm onlardır ki, onlar gizlidə qalanda, təklikdə qalanda Allahın haramlarını tapdalayırlar. Allahın hüdudlarını kesirlər. Bu müsibət. Bu müsibət, subhanallah. Şeyxlərdən biri danışır ki, Allah qorusun, bu cürlə olmaq, Allahla, yəni təklikdə qaldıqda günah etmək, Allaha qarşı hərb elan etməkdir. Subhanallah. Allaha qarşı hərb elan etməkdir. Yəni bir mənada insanın lisanul hal deyirlər də, halının dili deyir ki, Allah məni görmür. Nəsəlullaha sələmətə vəl-afiyyə. Allahdan səlamatıyla və afiyyət dilərik. Bu müsibət. Vallahi bu müsibət. Bunun üzərində çalışmaq lazım. Bizlərdən birimiz alınlarımızı yerə qoyub, səcdələrimizdə Allahdan istəməli ki, Allahım, bu xəstəlikdən bizi qutar. İnsanlar arasında Allah qorusun. Evində, yoldaşının yanında, atasının yanında, anasının yanında, dostlarının yanında, qardaşlarının yanında mələk kim olur insan? Elə ki, mücarrad olaraq, subhanallah, təkliyə keçən kimi, xüsusən də, bax, bunlarla tək qalan kimi, bu bəlalarla, Allah qorusun. Vallahi, çox müsibət. Telefonlarla tək qalan kimi, Allahın müstəhan, subhanallah. İnsan istədiyini eləyir orada. İstədiyinə baxır. Bax, Allah qorusun, gizlidə edilən günahların cəzası budur. Ki, qiyamət günü insanın əməlləri nədir? Həbəən mənsura, toz kimi ələnəcək. Bu ikinci səbəb, bu ikinci ilac. Yəni, bunları fikirləşə-fikirləşə bu xəstəlikləri nə edirik? Müalicə edirik. Xəstəliyimiz biraz da sağalır. Üçüncü səbəb. Birinci səbəb niyyəti düzəltmək. Birinci ilac, üzr istəyirəm. İkinci ilac nədir? Qorxman ki, qiyamət günü əməllərin puç olacaq. Üçüncü səbəb, qorx ki, gizlidə etdiyin günahlar, səbəb olar ki, bu dünyadan köçərkən, Allah qorusun, üzr istəyirəm, o dördüncü ilacı idi. Üçüncü ilac, qorx ki, bu dünyadan, yəni bu dünyada olarkən, bu günahları edərkən, sənə ölüm mələyi gəldikdə, Allah qorusun, o günahlar üzərində gələr. Bundan qorxmağın ki, birdən o günahın üzərində olarsan, ölüm mələyi sənə gələr. Hər hansı birimiz bilirik mi ki, asan dünyamızda yaşayacaq? Hansı əməl üzərində öləcəyimizi bizlərdən kimsə bilirmi? Allah qorusun. Allah bizə gözəl sonluq nəsib eləsin. Allah qorusun, insan bu əməl üzərində olar. Allah subhanahu wa ta'ala ölüm mələyini əmr edər ki, filan kəsin canını al. Allah qorusun. Bu üçüncü ilacı. Bunu fikirləşmək, bu xəstəliyin Allahın izi ilə müalicəsidir. Dördüncü ilac. Qorxmağın ki, bu dünyadan köçərkən Allah qorusun, tövhid üzərində köçməzsən. İnsan, Allah qorusun, təhlükəlidir. Tövhid və sünnət üzərində köçməzsən. İnsan günah eləyir, Allah qorusun. Bu günahlar yığılır. Allah bizləri qorusun. Biz bilmirik ki, bizim aqibətimiz nə cür olacaq. Ona görə insan gərək qorxsun Allahdan. Günahları tərk eləsin, subhanallah. Günahlar insanların həyatlarını qaraldır. Məhv edir insanların həyatlarını. Sonra beşinci ilac, insan gizlidə və aşkarda günahlar edəndə, xüsusən də gizlidə, o günahlar yığılır. Sonradan o qəlb rahat şəkildə şübhələri qəbul edir. Rahat şəkildə. Hər hansı bir şübhə gəlirsə, artıq günahlar o qədərdir ki, dəf edəcək bir şey yoxdur. Qəlbin gücü çatmır ki, o şübhələr dəf etsin. Elə kim gəlir bir şübhə atırsa, rahat şəkildə nədir? Qəbul edir. Sən demə bunu özü bu cürünə hala salıb. Allah qorusun. Sən demə özü insan bunu bu cürünə hala salıb. Sonra altıncı ilacı bizim keçmiş sələflərin, keçmiş salih insanların həyatlarına baxmaq. Onların həyatına baxıb, onların həyatlarında olan ibrətlərdən ibrət almaq. Misal olaraq Yusuf aleyhisselam. Bilirsiniz Yusuf aleyhisselamın qıssasını. Nə cürünə Allahdan qorxdu. Hansı ki o qadın onu fuhuş bir əmələ çağırdıqda, nə cür dedi ki, mən Allahdan qorxuram. Nə cür Allaha sığındı. Subhanahu wa ta'ala.
Baxın, hamımızın eşitdiyimiz Abdullah ibn Mübarək, rahiməhullah. Abdullah ibn Mübarək. Deməli, Abdullah bizim bildiyimiz alimin adıdır. İbn Mübarək, atasının adı Mübarəkdir. Əvvəllər o qul işləyirdi. Bir nəfər kişinin həyətində, o kişinin adı Nuh idi. Nuh isimli birisinin həyətində qul işləyirdi, subhanallah. Onu da üzüm bağçası var idi, həmin o kişinin. Atasını, yəni Abdullahın atası Mübarəkı ora nə eləmişdi? Qoymuşdu ki, nəzarət etsin. Bir günləri bağın sahibi gəlir, həmin o Nuh adında olan, gəlir ki, Mübarəkə deyir ki, get mənə bir salxım üzüm gətir. Yemək üçün. Mübarək gedir, talvardan bir salxım üzüm gətirir. Deyir ki, buyur ey ağam. Yiyir, görür ki, turşdur üzüm. Deyir, turşunu yox, get şirinini gətir. Gedir, bir salxım da gətirir, görür, bu da turşdur. Üçüncü salxımı gətirir, görür ki, bu da turşdur, subhanallah. Deyir, sən indiyənə kim deyir, bura qoymuşam, deyir. İşləyirsən burada, deyir. Bağbanlıq edirsən və qoruyursan buranı, Allahın izni ilə. Sən bilmirsən, deyir, bu üzümlərin hansı turş, hansı şirindir. Subhanallah. Mübarək ona deyir ki, deyir, ey ağam, deyir. Sən məni, deyir, bura qoruyucu qoymusan, deyir. Sən məni bura, deyir, üzümlərin dadına baxmaq üçün qoymamısan ki. Yəni, orada olan müddətdə üzümlərdən bir dənəsini yemir. Sizdə niyə görə? Bu muraqabanı fikirləşir, Allahu akbar. Həmin o, onun ağası, Mübarəkin ağası, rahiməhullahın, azad edir o qulu, azad edir və qızını evləndirir onunla. Fikir versiniz, subhanallah. Allahdan qorxmağın nəticəsi görə insanı hara aparır. Həmin o kişidən də bizə lazım olan yer, kişidən, o qadından Abdullah dünyaya gəlir. Abdullah ibn Mübarək, Allahu akbar. Rahiməhullah. Ən böyük alimlərdən idi. Rəhmətullah aleyh. Bütün dünya tanıdığı birisidir. Fikir versiniz. Salih əməlin, salih atanın evladına fikir versiniz. Salih əməl orada hansı idi? Muraqabatullah. Allahı görməməzliyə vurmamaq. Bilmək ki, Allah məni görür. Əslində o yiyə bilərdi oradan, üzümdən. Heç onun sahibi desin deməcəkdir. Orada işçidir. Lakin deyir ki, yox, sən məni bura deyir, axran qoymusan deyir. Sən məni bura deyir, üzümləri yemək üçün qoymamısan ki. Uca Allahdan diləyirəm ki, Allah subhanahu wa ta'ala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allahdan diləyirəm ki, Allah subhanahu wa ta'ala gizlidə və aşkarda olanda Allah bizi ondan qorxanlardan etsin. Subhanəkallahumma bihamdik. Əşhədu an la ilahe illə əntə. Əstəğfiruka və etûbu ileyk.